Dadına bax və kimin tərəfində olduğuna qərar ver. Bəli, samaşçılar, qısa bir reklam fasiləsi oldu və ardından qonağımızı təqdim edirəm. Nərgiz klinikasından qonağımız var. Ginekoloq Təranə Babayeva buradadır. Xoş gəlmişsiniz. Sağ olun. Sabahınız xeyir olsun deyirəm. İltihabi xəstəliklərdən danışırıq, əziz samaşçılar. İltihabi xəstəlik haqqında olacaq yaxın 20 dəqiqə vaxt ərzində söhbətimiz və bizə zəng vura bilərsiniz 562 16 61 əlaqə telefonları vasitəsilə. Təranə xanım, iltihabi xəstəliklər deyirik. Biz bunu necə başa düşək? İltihabi xəstəliklər nəyə deyilir? Necə yaranır? Əlamətlər nədir? Səbəb nədir? Yaranma səbəbi. Buyurun. Adından məlum olduğu kimi iltihabi xəstəliklər iltihab deməkdir. İltihabi xəstəliklər ginekoloji xəstəliklər içərisində ən geniş yayılmış xəstəliklərdən sayılır. Bu, həm yayılma dərəcəsinə görə, həm ağırlaşmasına görə ginekoloji xəstəliklər içərisində həmişə aktual olur və birinci yerdə durur. İltihabi xəstəliklərdən söhbət gedəndə, ümumiyyətlə, orqanizmdə bəzən xanımlar iltihabi xəstəliklərə çox səthi yanaşırlar. Deyəndə ki, elə bir problem yoxdur, ancaq ginekoloji orqanlarda iltihabi xəstəliklərdir. Bəzən buna heç müalicə götürmürlər, daha fikirləşmirlər ki, iltihabi xəstəliklər ümumiyyətlə sonradan yaranan bütün ağrı problemlərin ilk öncəsidir. Təməli elə buradan qoyulur xəstəliklərin. Deməli, iltihabi xəstəliklər olan zaman xanımlarda bəzən şikayətləri belə olur ki, ancaq onlarda zəiflik, deməli, bu da nə ilə əlaqədardır? İltihab varsa, orqanizmdə intoksikasiya başlayır və immun sistemi zəifləyir. Ona görə də iltihabi xəstəliklərə qarşı elə diqqətli olmaq lazımdır ki, sonradan yaranan ağır problemlərin, deməli, öncəsi yaranmasın. Uşaqlıq boyunun eroziyası iltihabi xəstəliklər içərisində ən geniş yayılan xəstəliklərdən sayılır. Eroziya, bəzən xəstələrə deyəndə ki, eroziyadır, buna, deməli, səthi yanaşırlar. Eroziyanın da ağırlıq formasından asılı olaraq, yayılma dərəcəsindən asılı olaraq, deməli, bunu həkim diqqətə getirməlidir ki, bunlarda deməli müalicə neçə kurs getməlidir. Bu, əgər xanımlar bunu səthi yanaşıb, müalicə götürmədikdə, bu özü gətirib xərçəngə bilavəsilə çıxardan xəstəlik sayılır. Lakin bizim klinikada, deməli, təbii üsullarla müalicə mərkəzi olduğu üçün bizim klinikada heç bir elektrikoagulyasiyadan istifadə etmədən təbii üsullarla bu uşaqlıq boyunun eroziyasından qurtarmaq olur. Bəzən elə olur ki, böyük, deməli, yaralar nisbətən səthi olarsa, demək olar bir kurs müalicə ilə bu xəstəlikdən, deməli, xanımlar qurtarırlar. Ona görə də mən xanımlara müraciət edirəm ki, deməli, iltihabi xəstəliklərə səthi yanaşmaq olmaz. İltihabi xəstəliklər dedikdə, hər bir ümumiyyətlə xanım 6 aydan bir, ildə bir dəfə də olsun ginekoloji müayinədən keçməlidir ki, bəzən bu, deməli, problem gizli gedir. Uşaqlığın özünün, uşaqlıq artımlarının iltihabı, deməli, bəzən elə olur ki, iltihab var, lakin deməli, xanımlarda bu yerli hələ əlamətlər olmadığına görə ümumi əlamətlərdir. Qarında ağrılar, qarının əsasən distal sahəsində, deməli, tutma şəkilli ağrılar olur ki, onlar bunu ya qida ilə əlaqələndirirlər, ya başqa zəifliklə əlaqələndirirlər, soyuqlama ilə ki, ötüb keçər. Lakin bu, əgər iltihab varsa, orada iltihab hər gün artan, deməli, bir xəstəlikdir. Get-gedə bu artır. Sonradan bunlar, deməli, daha ciddi bir problemlərə gətirib çıxarır ki, məsələn, uşaqlığın iltihabi xəstəlikləri sonradan uşaqlıqlarda miomalar, fibromalar yaranır ki, artıq burada hormonal pozğunluqlar yaranır. Bunun da müalicəsi demək olar ki, kiçik formalarında mümkündür. Miomalar artıq yaranıbsa, böyüyübsə, hormonlar pozulubsa, bunun müalicəsi demək olar ki, çox çətindir və mümkün deyil. Bu, mütləq əməliyyata gedən bir xəstəlikdir. Əsasən, deməli, uşaqlıq artımlarının iltihabi xəstəlikləri çox yayılıb. Bunlar salpingitlər və salpingi-ofaritlərdir. Salpingit, ümumiyyətlə, borular və uşaqlıq özü normalda steril olan orqanlardır. Bura əgər infeksiya düşürsə, burada iltihab başlayırsa, iltihab başladıqdan sonra artıq bunu xanımlar özləri də hiss eləməlidirlər. Uzun müddət, deməli, iltihab borularda gedən iltihabi proses, bu boruda yaranan epitelizasiya pozulur, boru divarları qalınlaşır və bu da, deməli, bir tərəfdən hər iki dəlik, xarici və daxili bir uşaqlığı boşluğuna açılan dəliyi, bir də periton boşluğuna açılan dəliyi var. İltihab uzun müddət davam etdikcə, bu iltihab artıq, deməli, periodiki olaraq borunun yığılması nəticəsində periton boşluğuna açılır. Periton boşluğuna açılarsa, deməli, bunlarda qarında yenə də tutma şəkilli ağrılar olur. Lakin bəzən deyirəm də səthi yanaşmaları nəticəsində ötüb keçir. İltihab qalır, uzun müddət davam eləyir və boru divarları qalınlaşır. Artıq bunlarda
daxili dəlikdə bağlanır, xarici dəlikdə. Bunlarda deməli piasalpinks əmələ gəlir və piasalpinks artıq boru bağlanandan sonra bunlarda nisbətən deməli ağrılar azalır və bu iltihabi orqan qalır. Bu da keçirici orqandır. Ona görə də bunlarda əsas problem yaranır sonsuzluq. Bu xanımlar uzun müddət deməli sonsuzluqla müalicə olunan xanımlardır ki, bəzən 7 il, 8 il, 10 illərlə müalicə olunurlar. Artıq belə diqqətə gəlmir ki, boru problemi də var. Bəzən müraciət edənlər bizə müraciət edirlər ki, 8 ildir müalicə olunuram, yumurtalığımda belə bir problemim yoxdur. Yəni folikul yetişir, partlayır. Bəs mən niyə görə hamilə ola bilmirəm? Bəs hələ ailə qurduğu məsələn 10 il ərzində heç vaxt bu hamilə olmayıb. Deməli, burada ancaq şübhə, əgər yumurtalıq problemi yoxdursa, uşaqlığın özündə bir problem yoxsa, qalır ancaq boru probleminin üstündə. Bunlarda deməli bizdə borunun açılması, boruların yuyulması təbii üsullarla aparılır. Və 100% belə demək olar ki, nəticə əldə eləyirik və borular açıldıqdan sonra bu xanımlarda demək olar ki, 3 aydan sonra epitelizasiya borularda bərpa olandan sonra başqa bir problemi yoxdursa, bunlar deməli hamilə qala bilirlər. Ona görə də mən əsasən xanımlara müraciət edirəm ki, qarında belə tutma şəkilli ağrılar olanda buna səthi yanaşmaq olmaz. Bəzən soruşursan ki, məsələn 5 il öncə deyir, məndə belə bir hallar olub. Deməli, tutma şəkilli ağrılar olur. Bundan sonra deməli, əgər çirk uşaqlığa axırsa, bu sonradan özləri də bunu görürlər, lakin biraz səthi yanaşırlar. Sonradan artıq borular bağlanandan sonra deməli, bunlarda problem bununla əlaqəlidir. Boru problemi deməli bunların əsasən gətirib çıxarır birincili və yaxud da bəzən birincili deməli sonsuzluq varsa, ikincili sonsuzluq yaranır. İkincili sonsuzluqda deməli bunlarda bir dəfə də olsun həyatlarında hamiləlik olub. Ya abortdan, ya ağırlaşmış deməli abortlardan sonra olur, doğuşdan sonra bunlarda ikincili sonsuzluq yaranır. İkincili sonsuzluq da bu demək göstərir ki, bu yumurtalığa və yaxud da ki, boruların infeksiyanın düşməsi nəticəsində. İnfeksiya bura düşərsə, burada artıq deməli iltihab yaranır, bağlanır. Bəs bunlar da arxayın olurlar ki, həyatımda mən birinci uşaq məndə normal olub, heç bir müalicə eləməmişəm. Bəs məsələn, adi doğuşdan sonra bunlarda soyuqlama olur ki, bu da boru probleminə gətirib çıxarır. Belə, deməli, ümumiyyətlə, iltihabi xəstəliklər demək olar ki, ginekoloji xəstəliklərin, bütün ağırlaşmış xəstəliklərin sonradan ilk elə bir öncəsidir. Təməl buradan qoyulur. Əgər vaxtında yüngül bir problemlə bu iltihabi xəstəliklərdən xanımlar qurtarsa, sonradan heç demək olar ki, bunlarda nə yumurtalıq problemi yaranmaz, nə belə artıq şişlər, nə xərçəngönü xəstəliklər. Ona görə də biraz diqqətli olsalar, vaxtında ginekoloji müayinələrdən keçsələr, artıq bu problemlərlə üzləşə bilməzlər. Aydın. Xanımları bir digər narahat edən məsələ budur ki, iltihabi xəstəliklər olan zaman ikincili sonsuzluq əmələ gələ bilərmi və yaxud da ikincili hamiləlikdə düşüklər ola bilərmi? Yəni, iltihabi xəstəliklər hər iki fonda özünü göstərə bilərmi? Əlbəttə. İkincili deməli sonsuzluq elə bu iltihabi xəstəliklərdən də yaranır. İkincili sonsuzluq, ona görə də deyirəm, bunlar arxayın olurlar ki, birinci hamiləlik olub, yəni bunda bir problem ola bilməz. Bu ikincili sonsuzluq abortdan da sonra yaranır, soyuqlama ilə əlaqədar, doğuşdan sonra, doğuşda yaranan, deməli, sonradan düşən infeksiyalarla da əlaqəli ola bilər. Bəzən doğuşdan sonra gəlir, müraciət edirlər ki, 3 ildir hamiləlik yoxdur. Yəni, heç bir problemim yoxdur. Baxırsan ki, ancaq bu, deməli, nə vaxtsa soyuqlama ilə əlaqəli problem yaranıb, iltihabi xəstəliklərdir. Bu da əsasən ən çox biz indi rastlaşdığımız deməli boru problemidir. Bir də polikistozlardır. Polikistozlar ümumiyyətlə deməli yumurtalıq polikistozu bilavasitə birincili sonsuzluq verən xəstəlikdir. Buna bəzən deməli xanımlar əsas yayılması yeniyetmə qızlar arasında daha çox yayılıb. Demək olar ki, müayinə olunan 100 deməli yeniyetmə qızdan 30%-də polikistoz yaranır. Belə sual olunur ki, nə ilə əlaqədardır? Bəzən deməli bu geyim tərzi ilə əlaqədardır, qidalanma ilə əlaqədardır ki, bunlarda deməli birinci problem olur əsasən tüklənmə. Bunlarda deməli tüklənmə kişi tipli, üzdə kişi tipli tüklənmələr olur. Süd vəzisində gilə ətrafında, qarnında ön xətt boyunca göbəkdən aşağı,
ayaqlarda, bu hissələrdə tüklənmə olur. Lakin bəzən analar səthi yanaşırlar ki, bu genetik də ola bilər. Yəni bunlarda tüklənmə var. Lakin bunun xarakter cəhətləri odur ki, üzdə kişi tüklənmələrdir. Ona görə də bunlarda hormonal pozğunluqlar. Bunun da bizə sual edirlər ki, polikistoz nə ilə əlaqədar yaranır? Qız uşaqlarda geyim tərzi ilə əlaqədar olaraq, bunlarda artıq soyuqlama olur, bunlar hiss eləmirlər. Deməli, bəzən demək olar ki, bunun yumurtalıq forması polikistozun bu iltihabi xəstəlikdən sonra yaranır. Bunlarda əsasən birincili, bu polikistoz özü elə bir xəstəlikdir ki, bu birincili sonsuzluq verir. Sonradan bunlar ailə qurursa, ailə qurduqdan sonra bunlarda sonsuzluq yaranır ki, artıq baxırsan ki, deməli, yumurtalığı polikistoz bütün bürüyüb. Vaxtında bunlar deməli müayinə olunsalar, aşkar olunsaydı, vaxtında müalicə olunsalar, belə dərəcəyə gəlib çıxmaz. Bunlarda əsasən polikistozun əlaməti, deməli, saçın tökülməsi, tez-tez yağlanması, ümumi asimetrik piylənmə, bəzən də elə olar ki, demək olar ki, ümumi piylənmə olur. Asimetrik piylənmə deyəcəyində kişi tipli piylənmə olur. Çiyinlər böyüyür, aşağı hissə daralır. Sonra üzdə səpkilər yaranır və bir də menstrual pozğunluqlar olur. Menstrual siklin pozulması nəticəsi olanda artıq bizə müraciət edirlər. Lakin biz ultrasəs müayinəsində qız uşaqları müayinə edib baxıb görürük ki, demək olar ki, yumurtalığın 3-dən 1 hissəsi artıq kistalar bürüyüb. Onlarda ağlı qişalar bərkləşib. Demək olar ki, yumurtalıq fəaliyyət göstərmir. Fəaliyyət göstərmədiyinə görə artıq menstrual sikl pozulur. Onda analar müraciət edir, lakin bəzən deməli, daha tez müraciət eləsələr, bu tüklənmələr olduqda və yaxud da qız uşaqlarında kökəlmə başladıqda müraciət eləsələr, daha tez müalicə olunarlar. Ümumiyyətlə, polikistoz elə bir xəstəlikdir ki, dəfələrlə demişəm, uzun müddət müalicə eləyirsən, hər ay yaranan bir deməli kistanı, deməli aylarla da müalicə lazımdır. Bunlar sonradan da müalicə olunsalar da generativ funksiya pozulur, demək olar ki, sonradan əməliyyata düşürlər və birincili bunlar sonsuzluqla qarşılaşırlar. Aydındır. Bu kistaların müəyyən vaxtdan sonra özünüz də qeyd etdiniz ki, bərkimiş halı və yaxud da yəni getdikcə, ay getdikcə, vaxt getdikcə də onlar çox sürətlə böyüyürlər və müəyyən vaxtdan sonra da mütləqdir ki, cərrahi əməliyyat olunmalıdır. Əgər vaxtında cərrahi əməliyyat olunmursa, fəsad nəyə gəlir çıxarır? Bir onu da bildirək. Fəsad ona gətirib çıxardır ki, artıq yumurtalıq ağlı qişa o qədər bərkləşir ki, bu yumurtalıq deməli cərrahi əməliyyatla aradan götürülə bilir. Lakin sonradan yumurtalıq tamamilə bərpa olacaqsa, yəni generativ funksiyası bərpa olması biraz sual altında olur. Yəni ola bilərmi ki, bərpa olunmazsa da artıq burada hamiləlikdən söz gedə bilməz və gələcəkdə övlad dünyaya gətirmə problemi? Bunlarda demək olar ki, birincili sonsuzluq yaranır. İllərlə müalicə olunan xanımlar deməli hamiləlik alınmır. Bu da generativ funksiyanın, yumurtalığın fəaliyyətinin tamamilə itməsi ilə əlaqədardır. Artıq bunlarda hormonal pozğunluqlar olur. Demək olar ki, bunlarda nəticə əldə etmək mümkündür. Ona görə də lakin deyirəm ki, yenə də ilk öncə bunlarda ilkin deməli əlamətlər olanda bir var ki, yumurtalığı bütün hissəsini kistozlar bürüsün. Bir də var ki, kiçik bir hissə olduqda bizdə deməli polikistozun müalicəsi, lap yeniyetmə qızlarda da fizioterapevtik müalicələrdən istifadə edərək təbii üsullarla aparırıq. Təbii üsullarla fizioterapevtik müalicələrdən istifadə edirik. Deməli olar ki, 2-3 kurs müalicədən sonra artıq bunlarda tüklər zəifləyir, bədən forması düzəlir, nisbətən arıqlama başlayır və menstrual sikl normaya düşəndən sonra artıq bilirik ki, deməli bunlarda polikistoz ultrasəs müayinəsindən yoxladıqda görürük ki, polikistoz demək olar sovrulub, cüzi bir əlamətləri qalıb. Aydın. Və sona doğru yaxınlaşdıqca istəyirəm ki, yenidən bir qədər başa qaydaq, hansı ki, özünüz qeyd etdiniz ki, burada xoş xassəli müəyyən şişlər baş verir ki, bu da getdikcə böyüyür və yaxud da böyüməyə də bilər və müəyyən vaxtdan sonra, bilmək istəyirəm ki, hansı vaxtdan sonra bəd xassəli şişə keçmə ehtimalı vardır və bunun üçün eləmək lazımdır ki, belə bir halına qarşılaşmayaq. Uşaqlıq boyunun eroziyası, bəzən deməli müalicə eləmlər uşaqlıq boyunun bütün eroziya bürüyür və bu daha epitalizasiya o qədər pozulur ki, dərin qatlara deməli meyl edir. Ona görə də deməli bunun vaxtında müalicə olunmasa, bu xərçəngönü xəstəliklərə gətirib çıxarır. Bunun da sonradan artıq müalicəsi mümkün deyil. Sonra uşaqlığın deməli iltihabi xəstəliklərində, uşaqlıq artımlarının iltihabi xəstəliklər, əgər qarın boşluğunda, kiçik çanaqda iltihab varsa, bu uzun müddət davam eləyir. Sonradan bunlarda hormonlar pozulur və uşaqlıqda miomalar, fibromiomalar əmələ gəlir ki, bunun da müalicəsi demək olar ki, bu müəyyən bir ölçüdən sonra artıq mümkün deyil. Bu mütləq bunlar cərrahi
elə olur ki, demək olar ki, uşaqlığın bütün divarı boyunca, yəni intramural miomalar yaranır ki, bunun da artıq deməli olar ki, bu uşaqlıq götürülməlidir. Hətta artıq o deməkdir ki, bu da ona görə də bunu xanımlara deyirəm ki, yəni iltihabi xəstəliklər əgər vaxtında müalicə olunsalar, heç belə intramural düyünlərlə bunlar rastlaşmazlar. Intramural düyündə uşaqlığın əzələsi boyunca inkişaf edən miomlardır ki, bunun da müalicəsi ancaq deməli cərrahidir. Aydındır. Yenə də bir şey diqqətimi cəlb etdi ki, yenə də çox səthi olaraq üstündən keçdik, amma yenə də istəyirəm ora qaydaq ki, söhbət ikincili sonsuzluqdan gedirdi və siz qeyd etdiniz ki, abortlar da hətta ikincili sonsuzluğa gətirib çıxara bilir. İstəyirəm bunun üzərində biraz dayanaq, sonra doğru bir... Deməli, əgər xanımlar ilk birinci deməli doğuşdan sonra abortlar olursa, bəzən deməli abort dedikdə ağırlaşmalarla nəticələnirlər. Abortdan sonra infeksiyalar düşə bilər. Deməli, bəzən abort ağır keçir, ya xanım hədsiz dərəcədə zəif olur. Bu ikincili deməli infeksiyaların düşməsi nəticəsində bunlarda iltihabi xəstəlik yaranır. Bunlar buna diqqət göstərmirlər. Deməli, iltihabi xəstəlik yaranırsa, bu artıq deməli gəlib bəzən elə olur ki, qısa bir müddətdə boru keçiriciliyin pozulmasına gətirib çıxarır. Borular bağlanır, lakin xanım arxayın olur ki, həyatında hamiləlik olub, doğuş olub. Bu deməli yenə də mümkündür. Lakin müayinə nəticəsində görünür ki, deməli boru keçiriciliyi pozulub, borular artıq bağlıdır. Bunlarda deməli borular açılmasa hamiləlik mümkün deyil. Ona görə də bizə müraciət edən xanımlar içərisində uzun müddət müalicələr olunublar. 7 il, 10 illərlə müalicə olunan xanımlar var ki, boru problemi aradan götürüldükdən sonra biz də təbii üsullarla da tam əminik ki, boruların deməli açırıq təbii üsullardan istifadə edərək və bundan sonra hamiləlik birincili, ikincili hamiləlikləri mümkündür. Aydındır. Və son olaraq bir daha qeyd edək tamaşaçılarımıza ki, xüsusən analar hansı yaşda öz qız övladlarını yeniyetmə olan həmin o gənc qızları müraciət etməlidirlər həmin klinikalara ki, onlarda piylənmə, artıq tüklənmə, kişi tipli çinlərin eynənməsi, özünüz qeyd etdiniz, çanağın dar olması, hansı yaşda bu baş verə bilər və nə vaxt analar müraciət etməlidirlər ki, bir yoxlamadan keçək, gələcəkdə problem olmaz. Deməli, 15, 16, 17 yaşında artıq qız uşaqlarında, lap 14 yaşından başlayaraq, bəzən başlayır bunlarda tüklənmələr. Analar buna diqqət yetirsələr, bir ultrasəs müayinəsindən keçirilsə, onun artıq yumurtalıqlarında hansı dəyişikliyin getməsi aşkar olunacaq. Lakin bəzən deyirəm ki, polikistoz deməli 14-15 yaşlarından başlayır, lakin üzə çıxmağı, menstrual siklin pozulması 20-22 yaşından sonra özünü göstərir. Bunlar bizə müraciət edirlər 20-22 yaşından sonra. Lakin əgər 15-16 yaşlarında bir ultrasəs müayinəsindən keçsə, xanımlar, artıq bu problemlərlə deməli bu dərəcədə sürətli yayılması polikistozun olmaz. Yəni belə başa düşdüm ki, təqribən 20-22 yaşa qədər də heç qoymaq olmaz ki, biraz vaxt keçsin. Təqribi bir 20-22 yaş arası götürülür ki, buradan o tərəfə də çalışaq ki, keçməsin. 15-16 yaşından sonra deməli müayinədən müraciət etmək lazımdır, aydındır. Təşəkkür edirəm sizə, minnətdaram çox maraqlı söhbətinizə görə və mən buradan tamaşaçılarımıza qeyd etmək istəyirəm ki, Nərgiz klinikasından ginekoloq Təranə Babayeva buradaydı və birbaşa Təranə xanımla əlaqə saxlaya bilərsiniz. Əlaqə telefonları var. 050-382-22-28 mobil telefonu vasitəsilə birbaşa Təranə xanımla əlaqə saxlaya bilərsiniz. İltihabi xəstəliklərdən söhbət gedirdi və təşəkkür edirəm bir də Təranə xanıma gəldiyinə görə. İndi biz hava haqqında məlumata ayrılaq. Hava haqqında məlumatı izləyək, daha sonra yenə stüdyomuza dönürük. LG-nin yeni unikal texnologiyalı 6 istiqamətdə fırlanan